Orcova Nuray və əməkdaşım Nəbizədə Mədinə. biz Ağda şəhər Maqsud Şahzadə adına Texniki Humanitar Təbiət Fənləri Təmayüllü Gimnaziyanın 8-ci sinif şagirdləriyik. Biz 2025 Beynəlxalq İstehsal Azərbaycan Festivalının ən kreativ kateqoriyalarından biri olan Imagination Reality kateqoriyasında iştirak edirik. Bizim komandamızın adı isə lazer gücüdür. Biz lazer gücü qoymaqda məqsədimiz odur ki, bizim layihəmizin əsas mövzusu olan gəmi maketini böyük ölçülü SNC lazer kəsim makinesində hazırladığımız üçün bu məqsədlə də düşündük ki, ən uyğun komanda adı lazer gücü olar. Biz gəmi modelini hazırlamaq üçün 3 həftə sərf etdik. Biz 3 həftə ərzində mühəndislik dəftərini tam aydın şəkildə doldurmuş, ilkin eskizləri tamamlamış və gəmi maketini isə tamamilə hazırlamışıq. İlkin eskizlərimiz isə bu formadadır. İlkin eskizlərimizi əvvəlcə JPEG formatına çevirmək üçün CorelDRAW vasitəsilə onları JPEG formatına çevirdik. Ardından JPEG formatına çevrilmiş eskizlərimizi Inkscape proqramı vasitəsilə vektor formatına salmaq üçün əvvəlcə biz şəkli seçdik. Ardından Path menyusundan Trace Bitmap'ı seçdik. Sonra Apply düyməsini seçdikdən sonra artıq vektor halına salınmış şəkillərimiz hazır olur. Sonra vektor halına salınmış şəkilləri kənara sürüşdürdükdən sonra Delete düyməsi vasitəsilə arxa fonu silirik. Beləcə hazır olur. Ardından Save As-dən basdıqdan sonra DXF vasitəsilə onu yaddaşda saxlayırıq. Sonra yaddaşda saxlanılmış eskizlərimizi ArtWorks V8 proqramı vasitəsilə ölçülərini tam dəqiqləşdirib böyük ölçülü CNC lazer kəsim cihazına kəsməyə göndəririk. Biz düşünürük ki, çox yaxşı əməkdaşlıq etdik və bu hazırladığımız gəmi bizim üçün sadəcə bir layihə deyil, əməkdaşlığımızın, arzularımızın və xəyallarımızın bir simvoludur.